qışqırdı. Aminə bax, Aminə bax, boşdur Amin. Nə səhv eləyirlər, adı səhv bir şeydir. Özünüzü öldürməyə burada. Oyna, oyna, oyna. Yaxşı oyun olacaq, əsas odur ki, zədəşi olsun. Normal şəkildə əsas məsələ olur, inşallah. Deyiləm ki, çıxırıq qələbəyə, biz buna neçə illərdir ki, hazırlaşırıq. Neysə, deməli, burada bizim dostlarımız, maçlar da var, iş adamları da var. Dərki xarkəmizdə 115 il. Bax, burada elçi. Elhad müəllim, Sərxan, Tural. Bu günləri biz hansı bir komandaya transfer olmaq üçün burada, yəni kimsə gəlib scoutlar futbolumuza baxır. Baxadakı ki, amma maaşırım. 15 dəqiqədən bir olacaq, zamin olacaq. Kim deyiləcəksə, yəni ben orada biz bundan qabaq olub da kimsə qarşılıq eləyib, kimsə ego lazımdır. Hə, ləhmət olmasa, egosuz, yəni burada hamı dost qardaşdır, hamıda böyük vətin var, hə, ki, belə. Hamıya salam əziz dostlar, mən İlqar Vüqaroğlu və mən Nihat İskandarov. Bu günlərin biz Motivator və Panenka komandasını şərh eləyəcəyik. Bəli, çox maraqlı və Möhtəşəm bir oyun olacaq, güman edirəm. Hal-hazırda nələri görürəm mən burada? Nələri görürəm, kimləri, azarkeşlər də buradadır. Azərbaycan Media Liqasının 3-cü sezonudur hal-hazırda. Panenka və Motivator komandaları kimi görürəm? Kənan Emin, Vüqar Nadirov və Fuad İskandarov. Biz təqdim Heyətləri edirik açıqlayacaq. Panenka komandasında. Elçin qapıda, Tural, Elhad, Sərxan, İsmail Abdullayev, Bəxtiyar, Ayxan, Sənan, Təmkin, Fuad İskəndərov və Fuad İskəndarovun qohumu Savad, çox gözəl heyətdir. baş məşqçi isə Cəmil Əhmədov. Motivator komandasında qapıçı Babək, Eldəniz, Xəqani Səlimov, Cavid, bəli, möhtəşəm Cavid Hüseynov, bəli, əfsanəvi futbolçu. Səməd və bizi formalarla təşkil edən Cevov, Cavid, bəli, Elnur, Kamil Zeynallı, Vüqar Nadirov, möhtəşəm Qarabağın əfsanəvi futbolçusu, Azərbaycan Millisinin keçmiş futbolçusu. Amin və 9 nömrə Anar. Bəli, çox maraqlı heyətdir. Çox maraqlı bir oyunda bizi gözləyir. Baş məşqçi isə Rüfət Həsənov. Həmçinin Xəlilzadə Neynəcə çox maraqlıdır. Möhtəşəm pas, var, topa bir balaca. Çata bilmədi, gözəl ötürməkdir. Gözəl ötürməkdir. Məncə də çox bəyəndim. Burada Vüqar Nadirov. Vüqar Nadirov nə edə bilər? Vüqar Nadirov. Əlbəttə ki, Möhtəşəm. Burada mən bilən burada biraz elə bir Ronaldoya oxşarlıq mən gördüm sanki. Tam olarak. Kamil Zeynallıdır bu səfər. Bəli, bəli, bəli. Kamil, nə edirsən sən? Halal olsun. Kamil Zeynallı. Kamil Zeynallı. Möhtəşəmsən. Cavad. Fuad İskəndərov, Lamin Yamalımız, bəli. Fuaddan gözəl ötürmə. Burada Oyun başlayandan fikir versəm 3-4 oyun biraz çox belə qayda pozuntularına açıq ayaq. Burada biraz bəli. Burada biraz baxsaq daha yaxından. Nə düşünürsən səncə Motivator komandası Panenka komandasına qarşı qalib gələ biləcək, yoxsa Panenka komandası? Çətin oyundur. Görək gedişatda nə olacaq. Mən hal-hazırda epizodu dəyərləndirmək istəyirəm. Görəsən burada nə var idi? Elhad. Elhaddan gözəl ötürmə. Möhtəşəm, təmkin topa çatır əziz hörmətli tamaşaçılar. Təmkin. Təmkin Xəlilzadə bir nəfəri geridə qoydu. Təmkin Xəlilzadə ilə yaxşı fikirləşmiş. Yaxşı fikir idi, amma pas gəlib çatsa daha yaxşı olardı. Üzdən zərbə, Təmkin Xəlilzadə ilə yaxın pasla Yenə Bəxtiyar. nə edəcək? Ayxana top çatacaq. Ayxan kəllə ilə. Yaxşı fikirləşmişdi məncə, amma istədiyi olmadı. Pas. Bu da alınmadı, amma yaxşı idi. Yaxşı idi, bəli. Burada hal-hazırda topla da Anar. Anardan gözəl ötürmə, davanla çox yaxşı pas idi. Bu hücumun sonu necə ola bilər? İçəri pas. Kamil Zeynallı. Kamil Zeynallı. Zərbə və qapçı.
Çox gözəl zərbə idi məncə. Korner olmalıdır. Bəli, Kamil Zeynallı gördüyünüz kimi çox yaxşı nöqtəyə göndərmişdi məncə topu. Çox yaxşı və baxımlı alındı. Amma bir balaca dəqiqliyi çatmadı. Bir balaca. Vüqar Nadirov topu qaldırdı. Topu uzaqlaşdırılır Elhad. Zərmə. Bəli. Burada ayağa toxunuş var idi sanki bir dənə baxaq daha yaxından. Burada gördüyünüz kimi bəli. Hələ mənim fikrimcə sarı vərəqə də vermək olardı burada. Yəni daha yaxından baxsaydı hakim, amma alınmadı. Hal-hazırda Bəxtiyar. Bəxtiyar toxlandı. Möhtəşəm oyunçudur. Mən də bəyənirəm, bəli. Açığa. Yəni həqiqətən 3-cü sezonda çox yaxşı oynadı. Xəqani Səlimov toxlandı. Necə olacaq, nə fikirləşirsən? Bəli, nəsə fikirləşir Xəqani Səlimov orada. Cavid qarşısı boşdur. Necə ola bilər? Kamil Zeynallı top göstərir. Kamil Zeynallı. Yenə də Kamil. Kamil Zeynallı hər dəfə özünü göstərir. Yəni zərbələri ilə, top istəməyi ilə bir balaca da burada bir dəqiqlik çatmadı. Bir balaca. Mən Kamili belə gözləməzdim. Mən çox bəyənirəm. Yəni həqiqətən çox yaxşı formadadır. Möhtəşəm zərbə idi. Bir dənə zərbəyə bax İlqar. Qapıçının reaksiyası, bəli. Yəni qapıçının reaksiyası olmasaydı bəlkə də artıq hesabı atmışdı Kamil Zeynallı. Hal-hazırda Panenka komandasında Təmkin Xəlilzadə nə edəcək? Təmkin Xəlilzadədən Bəxtiyar alacaqmı? Bəxtiyar nə edəcək? Ay, nə edə bilər burada? Biraz çətin oldu amma yenə də yaxşı fikirləşmişdi. Fuat topa çatmış olsaydı. Elhad Nəziri toplandı. Bəxtiyara çox gözəl ötürməkdə İlqar. Offside də yoxdur. Bəli, nə edəcəklər burada? Fuat top gözləyir. Fuat top gözləyir. Bəxtiyar gördü. Bəxtiyar möhtəşəm pas. Ay, Fuat. Bəli. O topa çata bilərdi əslində, amma olsun. Vüqar Nadirov driblinglər. Yox. Burada məncə də heç nə yoxdur. Vüqar Nadirov dayandı bir anlıq. Yox. Məncə də. Korpus idi məncə. Bəli. Oyuncu dəyişikliyi. Keçmiş Vüqar Nadirov olsaydı o bir söz vardı, ipə dizərdi. Amma İbrahim oyuna girir. İbrahim Heydər. Elvin Məmmədov oyuna daxil oldu. Keçmiş futbolçumuz. Çox maraqlı oyuna ilə yadda qalacaq bu oyunda. Hal-hazırda gözəl ötürmə ola bilərdi, amma qapıçı daha yaxşı davrandı. Birə-bir oyun gedir sanki. Bəli. Yəni Hücumlar dayanmadan oyunlar gedir. Vüqar Nadirov gözəl ötürmə. Möhtəşəm saxladı. Vüqar Nadirov ortaya pas. Ay, bir balaca dəqiq saxlamaq Elvin Məmmədovdan Fərid Ramazanov da stadionda görmək bizim üçün çox xoş oldu. Burada əllə toxunuş var idi elə bil. Bəli. Bir balaca əli ilə qarşısına atdı topu sanki. Panenka komandası hücum qurmaq istəyir, amma bir balaca nəsə çatışmır elə bil. Möhtəşəm Məmmədovdan o nə ötürmədi Elvin Məmmədov. Təmkin Xəlilzadə. Təmkin qapıçı və qapıçı. Elvin Məmmədov sanki mənə bir anlıq Andres Iniesta'nı xatırlatdı İlqar. Sən nə düşünürsən? Mən də elə onu düşünürəm. Çox gözəl zərbə idi. Babəkdən əla seyv. Yəni məncə Təmkinin topu saxlaması və yəni irəliləmə çox möhtəşəm alındı hər şey. Babək, baxın, yəni görün necə bir reaksiya verdi topa. Balaca sanki üstünə vurdu, yoxsa mən elə... Ola bilər yəni o anlıq, amma reaksiya çox möhtəşəm idi. Yəni həqiqətən halaldır belə bir reaksiya vermək. Elvin Məmmədov toplandı. Yenə Elvin Məmmədov daha. Möhtəşəm pas, Təmkin Xəlilzadə. Təmkin Xəlilzadə hesabatı. Panenka komandası 1-0 öndədir. Cəmil özünü dağıdır, paralayır, tökür. Fuad İskəndərov. Çox gözəl bir davranış idi. Möhtəşəm də qolu idi, möhtəşəm də pas idi. Həqiqətən, yəni Elvin Məmmədov. İspaniya sanki. Yəni prosta fantastika demək istəyirəm də bu insana. Maestro deyə bilərəm. İspaniya xalq. Mənə çox maraqlıdır ki, hal-hazırda motivator komandası Trivela pasıdır səhv eləmirəmsə. Bəli, ola bilər. Trivela pasıdır. Bəli. Təmkinin topu. Motivator komandasında necə bu qədər boşluq oldu İlqar? Onu mənə açıqlaya bilərsən. Yəni müdafiədə sanki bir an çaşqınlıq oldu. Yəni
Müdafiəçilər Çünki məncə Panenka komandasında təmkin var, onun üçün ola bilər. Təmkin və Elvin Məmmədov çox əsas fiqurlardan biridir. Həqiqətən çox bəyəndiyim oyunçulardan biridir. Cevo toplandı. Cevo neynirsən? Cevo. Cevo. Oy oy. Ay ay ay. Amma burada əl Cevo. Xeyr, penalti verdi hakim yoxsa? verildi mən bilən. Yoxsa yox, Cevonun əllə oynadığına bir. Burada nə oldu? Burada nə oldu? Aha, penalti. Bəli, bəli. Kim tərəfə fikir verir? Həqiqətən halalda. Topun arxasında kimdə? Anar neyniyəcək? Anar. Möhtəşəm seyv. Yəni çox gözəl, yəni həqiqətən Fuadcı da sevinir. Cəmil və Cavid də burada gördüyümüz kimi. Mən burada qapıçı Elçini həqiqətən yadda saxlamaq istəyirəm. Çox gözəl seyv idi Elçin. Həqiqətən halaldır. Möhtəşəm. Penalti zərbəsini qaytarmaq, yəni elə-belə bir şey deyil. Cavid Hüseynov. Elnur, bəli, möhtəşəm. Tanıyırsan, Xəzər yəqin ki. Lənkəranın döyünən ürəyi, hörmətli izləyicilər. Tural. Futbolumuz hal-hazırda penaltinin başqa rakursdan görüntüsünə baxırıq. Həqiqətən Elçin Elçin çox yaxşı bir Möhtəşəm. seyv idi. Görün Elçin qarşıya çıxmışdı, yoxsa ayağı içəridə idi? Yox. Yox, xəttdə idi. Həqiqətən çox möhtəşəm. Yəni o xırdalığa fikir vermək istədim. Xəttin üstündə idi, bəli. Çox yaxşı bir qurtarış idi. Oyun davam eləyir. Hal-hazırda 1-0 Elçin. Panenka komandası öndədir. Çox maraqlıdır gedişat. David Hüseynov. David Hüseynov. David Hüseynov. Burada zərbə. Oy, Burada artıq Nə görürəm burada? mən baxmaq istəmirəm. Mən belə bir şeylərə baxa bilmirəm. Həqiqətən oyunçular özləri də baxa bilmirlər. Məncə orada oyunçunun əli bəli ya sındı ya da İsmailin bəli, Rakusa bax idi, gör orada. Oy. Əli çox pis qatdalandı. Ümid eləyirik ki, tez bir zamanda aramıza dönər. Bağlamaq lazım. Zədəsi çox da ciddi deyil. Məncə də həqiqətən sadəcə olaraq əli biraz qatdalanıb, elə bir Bəli. şeydə qaldı. Dəyişiklik olacaq. Bəli, 100% dəyişiklik olacaq. Allah şəfa versin. İnşallah daha da yaxşı olar Cavid üçün. Yəni futbolun bu tərəfləri də var İlqar. Bilirsən, belə şeylər olur. İsmailı. Bəli, alqışlarla yola Biz də salırlar. alqışlayırıq İsmailı. Onun üçün daima daha yaxşısı olmanı diləyirik. Bəli, bəli. Oyun davam edir qaldığı yerdən. Hal-hazırda birinci hissənin sonlarına Panenka 1-0 öndədir. Bəli. 37-ci dəqiqə. nə ola bilər? Qapıçıya ötürmə. Burada biraz Oyun quruşu sadəcə elə bir qapıçını itələdi, o raks. Gözümüzdən qaçmasın. Cəmil nervlənir. Sanki mənə ayam Jose Mourinho. Oy. Həqiqətən Möhtəşəm bir pas var. Nihat burada fıdı. Yox. Kimdir bu? burada qapıya zərbə, oyundan kənar vəziyyət topu var. saxlamağı möhtəşəm. Bəli. Bir balaca komanda yoldaşı ilə bir-birini başa düşmədi elə belə orada. Yox, sadəcə olaraq udarda bir balaca zərbə, bəli. Gözəl bir zərbə və möhtəşəm. Anar, top zərbə və top qapının üstündən keçir. Eynən, bəli. Alınmadı Anar bu dəfə. Amma yaxşı bir düşüncə idi məncə. Ayağına top daha yaxşı otursaydı, möhtəşəm bir qol izləyə bilərdik. Bəlkə də turnirin qolu da ola bilər. Ola bilər. Çünki artıq oyun sürətlənməyə başlayır. Hal-hazırda Cevo toplandı. Cevo. Neynir? Cevo. Xəqani yox, Vüqar Nadirovla. Vüqar Nadirov oyunu Vüqar Nadirov sən. Möhtəşəm bir pas. Oy. Nəyi qaçırtdı? Ona oldu. Oradan mən olsaydım ya qapı çıxardardı ya da ki 100%li qol. Kamil Zeynalov 3-cü momentdə qol almalı idi. Yəni 2 momentdə qol çıxardı. Başa üstü necə? Burada Kamil olsa vəsə qol. Vüqar Nadirov hər şey elədi. O necə ayaqlarının arasından keçən topdu, o necə pasdı. Yəni başqa nə etməlidir? Fikir verirsənsə Vüqar Nadirov həm sol krayda, həm sağ krayda, stadionun hər yerində görsən. Hər yerində görsən Rəbb. Bəli, həqiqətən o yaşda bu cür performans göstərmək, yəni mən bəli də, yəni Vüqar Nadirov haqqında danışırıq da, yəni adam
Burada Vüqar Nadirov, Vüqar Nadirov. Möhtəşəm qapılar. Vüqar Nadirov. Nadirov bir Aktivat komandası. Bəli, gördü Hesabı bir edir. Cəmilin başı pozulur. Neyin yüzsüz siz? Neyin yüzsüz siz? Vüqar Nadirov çox möhtəşəm bir gol. Topu özü aldı. Bəli. Keçidlə yadda qaldı və zərbə ilə bitiriciliyi möhtəşəm. Həqiqətən bir dənə baxın. Burada 2 nəfərdən yayınmaq və Vüqar Nadirova yaraşan stillə bir gol. Möhtəşəm. Sadəcə olaraq əfsanə deyə bilərik biz bu insana başqa. Pressinqə fikir verdin? Çox yaxşı. O yaşda, yəni nə sən İlqar, nə də mən o pressinq eləyə bilirəm. Yox, mən eləyərdim. Sən eləyərdin, halal. Vüqar Nadirov, çox möhtəşəmsən. 99 Həqiqətən. oyunumuzda. Həqiqətən. Burada bir balaca motivator komandası Götürə bilmədi yəni. O da pressinqlə topu alıb. eynən. Motivator komandası biraz müdafiədə elə bil çox da yaxşı davranmadılar yəni. Bəli. Vüqar Nadirov yenə. Aminə bax, Aminə bax, boşdur Amin. Gəl ana, gəl. Hər yerdə görürsən. Hər yerdə görsən, bəli, top alır. Ora dayanmır, yerində bax topu Topu alır. top almaq istəyir. Amma mən həqiqətən bu oyunda bir dənə də Elvin Məmmədovu vurğulamaq istəyirdim və Elvin Məmmədovdan möhtəşəm ötürmə. Bəxtiyar toplandı. Burada məncə offside var, amma Elhad siz Məncə Elhad bildi offside ona görə bax. Məncə də elə fikirləşirəm. Mən Yəni bunu elə şərh edə bilərik. Çünki Elhad elə bir oyunçudur ki, yəni o Bəli, yəni möhtəşəm futbolçu. Gol Yəni itirəmiz onda offside da var idi İlqar. Yəni bu qədər buradan pası var ha. istəmək də məncə. Bəli, Elçin toplandı. Elçinin pası. David Hüseynovun ayağından çıxdı pas. Elçin İbrahimdən möhtəşəm pas. Elhad. yetək. Elhad oyunundan vur Elhad. Get, yoxdur, get. Hə. Ana! Gol! Yəni Elhadın keçid Mən əjdaha idi. düşünürəm ki, Cavid Hüseynov hələ də futbolu davam edib. Valla Bəli, yəni bəli. klublarda oyununu oynaya bilər. Yəni boş qapıdan bu yaşda belə bir topu çıxartmaq nə bilim. Temboli arxadan gəlib. Bəli, həqiqətən yəni Möhtəşəmsən. deyiləsi bir sözümüz yoxdur. Yəni Cavid Hüseynov deyib Elhadın da keçid əjdaha. keçidləri çox yaxşı idi. Qapıçının da sevini burada Bəli, qeyd Babək. Elqar. Bəli, qapıçı möhtəşəm gör topu haradan çıxartdı. Babək. Fıdis Şəndərov, korner başlayır, qapı açdı zərbə və Fıdis deyil, Fıdis Amin deyil. Bəli, sən səs saldın. Mən o şey oxşatdım. Cavada. Cavad idi ha? Mən elə gördüm. Elhad Nazirdən başla Aha, zərbə amma alınmadı. Motivator və Panenka komandası 1-1. Kamil tutandan sonra kimdir? Kardeş oyun boyu ora baş kaldı. Ben düştüm ora elden istəkiyor. O kanat boyu. İkinci məsələni deyim şimdi. Çəkil ortaya. Sən yanına çəkil. Arxan da yoxdur hocam. Elhadı çıxarıq qabağa. Oraya. Təmkin edirəm. Bir şey də biraz sala. Ben yanındakini çıxırdım pasa. Açıqdan adım açıqsa. Qardaş, itki baş verir, qol olur. İsi qapıçıya çönür, el yox. Sərxanı sıxırlar, vermə sərxanı. Çön ver qapıçıya. Ya vur qapıçıya, ay sağ ol. Bu mən yorulmaz. Açıq orada da sabır, sağa da sabır, sola da sabır. Mən yorulmuram. Hələ tutarmamışım. Amma bizdə real ortaya atılan yoxdur ki, bunlar top atsın. Baxıram, Niskan Məmmədov qardaşlarımda axtarıb topa bilir. Və ya cavab edir, həmçində şey edir. Qardaşlar, bir dənə qulaq asın, çox xahiş edirəm. Bir əmanət var. Əgər bizdə doğrudan da zədələnən oyunçu varsa, o çıxa bilir, 15 dəqiqəni gözləmir. Həkimə deyirik, çıxırsan, iyi oynamayasın da. Bomba kimi açın, gördüm ki, istəyirsən, deyir, dəyişdirək. Ayxan, sən gözlə. Ülbünü biz burada görürük. İkinci hissə başlayır. Sayımı işləm qəşəng. Oyunçular bəzi şeyləri danışırdı, özün də gördün orada Bəli, bəli. Çox maraqlı. İkincisi necə olacaq? Necə olacaq? Təmkin, səhv eləmirəmsə? Bəli, Təmkin Xəlizadə neyniyəcək? Təmkin Xəlizadə! İbrahim Eydər. Amma gözəl ötürmədi. İbrahim Eydər orada Sadəcə olaraq orada estetik qol vurmaq istədi mənim üçün. müdaxilə də qəşəngdir. Müdaxilə qəşəngdir, amma məncə orada Alışbərlə Cəmil tutaşıblar. Yəni Cəmil nəysə fərqli bir qolla yadda qalmaq istədi, amma baş Nügzar da burdadır gördüyünüz kimi. bəli.
Nügzar, mən burada da Nügzarı görürəm. Yanımda Yanımda da da Nügzar Nügzarı var. görürəm. Möhtəşəm. Hər an güzel görür. Elvin Məmmədov yenə, yəni Toni Kroos sayağı mı deyim, Iniesta mı deyim, nə deyim, heç nə demək istəmirəm. Sadəcə Təmkin. Elvin Məmmədov demək istəyirəm. Təmkin Xəlilzadə 2 nəfəri gerdə qoydu. Üçüncü nəfər Xəlilzadə! Oy! Bu neydi? Cəmilin beyni sönüb, bu neydi? bu qədər şey eləyib, Bu da İskəndərova baxın. Necə dəli olublar. bu qədər şey eləyib, topu necə qapıya göndərmək olmaz axı. Təmkin özləməyisi olub. Təmkin Xəlilzadə eləyə bilərdi mənim fikrimcə. Nəyi demək istəyirsən? Başa düşmədim. O boyda adam keçib orada. Möhtəşəmdir. Çox möhtəşəm. Sadəcə olaraq bir Bir bazı dəqiqlik. Dostuna evdə məşq edirdi. Qoymuşdu futbolu gəzdirməmiş. Allah'ın dostu Fakıt Koç. Şeye baxırdım Fatih Terim'e. Pres. Sağ ol qardaş. Yaponya'dan geldi. Qardaşım Yaponiyadan birbaşa. Trinere belə Qabaq elə içi. Çayımız da yerimizdə. Ay sağ ol. Söhbət edirlər. Sanki hesabda da qarşıdalar. Mən elə bir aura gördüm orada. Kamil Zeynallı və Gördüyünüz kimi İbrahim Eydər gəlib arxadan top oldu. Yenə Təmkin Xəlilzadə. Bək səfər. Bəli, Xəqani Səlimovdan Cavad, təmkin pas kəsdi. Təmkin Xəlilzadə qapı qarşısına zərbə və gol. Möhtəşəm. Cəmilə baxın, qarın da çöldə qaldı. Sevincdən. Deyirsən Təmkin Xəlilzadə. Yəni 2-1 əl sürməkli qalmasılar. Hər yerdən qol vurmaq istəyir İlqar. Yəni mən Zavadın pası və Təmkin Xəlilzadə qapısının bəli qabaqda olduğunu hiss eləyib. Vüqar Nadirovun nəsə qulaq asaq. Nəsə deyirdi. Vüqar Nadirov deyir. Bir adlarını bildirirdi. Bəli, yəni Vüqar Nadirovu başa düşmək olar həqiqətən. Yəni adam başqa nə edə bilər? Həm qapıçı qarşıdadır, həm Xəqani Səlimov orada çox böyük bir səhvlə yadda qaldı. Yəni bu başa düşüləndir. Mən Vüqar Nadirovu, yəni hal-hazırda Belə olur belə şeylər. Olur, bəli. Babək topa çatmaq istədi, amma Təmkin Xəlilzadə, yəni artıq onu çoxdan beynində fikirləşmişdi. O qol vurmuşdu, belə deyək. Prosta fantastika həqiqətən. Möhtəşəm oyunçu. Motivator komandası motivasiya verir məncə komandasına. Vüqar Nadirov yenə oyunu özlərinə götürüb İlqar. Vüqar Nadirov. Vüqar Nadirov 2 nəfərə yox. Burada cərimə var. Var, əlbəttə. Bəli. Qarşı kəsilib. Yanında İsmail. Bəli. Yəni biz hal-hazırda onun işini görməyə çalışırıq, amma yəni biz Elib görəm. Ay sağ ol. Yəni həqiqətən hər şey Vüqar Nadirov birinci sezonda Media Liqanın birinci Vüqar Nadirovun bir dənə möhtəşəm qol zərbəsindən. Dəhşət. yenə cərimə zərbəsindən vurdu. Bu adam mənə Yenə də. Juninho-nu xatırladır. Bəli. Necə burada sadəcə bir rikoşet toxunuş var idi olsa, bəli. Çox belə kiçik olsa da toxunuş var idi, amma bu qola kölgə sala bilməz. Möhtəşəm. Çox əla bir zərbə idi. Həqiqətən Vüqar Nadirov neynəsin? Mənə bir O dənə. oyunçunun Bu insan insan dəyməsəydi qol gedə bilərdi səncə? Yox. Təmkin onu fikirləşmək istəmədim. Təmkin Xəlilzadə yenə qarşıdadır İlqar. Yəni Təmkin Xəlilzadə dayanmır. Bu insan qola az da elə bil. David Hüseynov. Hal-hazırda Elnur pası verdi amma İbrahim Eydərdən möhtəşəm bir pas. Təmkin. Nələr edəcək? Təmkin! İbrahim necə hepsilənir? Pas verdi. İbrahim assistlə yadda məhsullar ötürməklə yadda qala bilərdi, amma Təmkin Xəlilzadə burada qapıçının ayaqları arasından o zərbəni endirdi. Yox, məncə o ayaqları arasından idi. Yox. Yəni çox möhtəşəm bir qol ola bilərdi, amma qapıçının Qəşəng aldanmışdı. Sadəcə top biraz fırada bilmədi, elə bil, amma bir bazı qapı biraz sol tərəfə qaysaydı. Təmkin Xəlilzadə yenə toplandı İlqar. Yəni biz nə edə bilərik? Qabağını Xəqani Səlimov. Sağ ol Xəqani. Möhtəşəmsən. Zavaddan Təmkin Xəlilzadə yenə toplandı. Təmkin nə edəcək burada? 2 nəfərin arasından çıxa biləcəkmi? Təmkin artıq biraz yorulub elə bil. 70-ci dəqiqəsinə doğru gedirik. Buradan içəri bir pas. Sadəcə Panenka komandası biraz elə bir ki tamamlaya bilmirlər İlqar. Yəni bura qədər yaxşı. Hər epizodda Təmkin Xəlilzadə yenə arxadan bir yerdən çıxdı. Offside yoxdur deyəsən. Təmkin Xəlilzadə pas vuracaq, qapı qarşısına baxır. Nə ola bilər burada? Təmkin
Təmkindən asist. Oy oy oy. Fuad həqiqətən əsəbləşməkdə haqlıdır. Yəni Təmkin Xəlizadə hər şey etdi ki, komandası Bəli. 3-2 qarşıya getsin yəni, amma olmadı. Olmayanda olmur da. Olmur da, bəli. Olmayanda olmur. Ona qalsa Ronaldo ilə Messi də boş qapı yəni qaçırdı. Bu olan bir şeydir. Biz belə təsəlli tapaq özümüzdə Bəli, bəli. Ölüb pis olma, hər şey qabaqdadır. Bəli. Sən əlindən gələni etdin ən əsas. Yəni bu olan şeylərdir. Açıldı, pasını gözlədi. Cəmillə Cavid söhbətləşirlər. Panenka komandasında hər şey qaydasındadır məncə. Yəni Vüqar Nadirov. Neynəyəcək Vüqar Nadirov? Vüqar Nadirovdan fərqli bir ötürmə, amma burada qapıçıya qarşı bir toxunuş var idi məncə. Yoxsa necə? Oy. Elçin. Əslində gözəl ötürmə idi, amma Şeydir, bəli, bəli, amma qapıçıya Elçinə qarşı cərimə meydanının içərisində belə hərəkətlər olmaz. Təmkin Xəlizadə yox. Bəli, Təmkin yenə toplandı. Təmkin bu səfər məncə bitirməlidir. Təmkin Xəlizadə hakim penalti nöqtəsini göstərir. Penalti. Təmkin Xəlizadə nə etməlidir artıq bundan sonra İlqar? Yəni penalti qazandırır, gol vurur, amma Yox, penalti deyildi. Səsəfəm. yoxsa Məncə penalti. Öl deyil İlqar. Ha, bəli. Cavid Hüseynov onu göstərir elə bir hakimə. O qayda pozuntusu var idi, amma penalti deyil. Mən düşünürəm ki, burada penalti yox idi. Yox idi, bəli. Bəli, burada biraz Cərimə olmalı idi. səhv bir qərar oldu. Burada yəni Olar, olsun da. Neyəcəklər? Penalti nöqtəsinə gəldi və elə bir haqsız penalti sonu belə olur elə bir ağzıda. Yəni mən onu gördüm. Çünki çöldə idi, həqiqətən sözünüz də gördünüz. Yəni çox bir Yəni çox altına girdi top. Bəli. Çox qədər altına Gülmək düzgün deyildi. Yəni ona görə hesab hələ də 2-2 olaraq davam eləyir. 74-cü dəqiqədir. Burada motivator komandası nə edəcək? Pasını verdi və Elçin çıxışda çox yaxşı idi İlqar. Özünə fikir edin, Vüqar Nadirov. Yenə Vüqar qapışdı. Vüqar Nadirov. Möhtəşəm. Bural nəyəsə səfərləşir. Nəyəsə iradını bildirirdi orada, amma toxunuş yox idi mi deyirdi, yoxsa nə? Korner verməyib bax hakim, korner verdi. Yox, ikinci Toxunuş yox göstərmədi hakim. Oyun davam elədi. Elvin Məmmədov toplandı. Təmkin Xəlizadə yenə ondan oy. İbrahim Heydər Fıdiya pas verəcəkmi, yoxsa qapı qarşısına Elvin Məmmədov verdi. İbrahim Heydər qolunu vurdu, amma oyundan kənar vəziyyət var. şey vurmuşdu. Yəni Sən çox də- gözəl. Oyundan kənar vəziyyət var Tamamlamışdı. idi, yoxsa İlqar yox idi? Yəni məncə oyuna baxmadım heç, bilmədim. Bəli, gol sayılmadı, amma baxmaq istərdim. O Elvin Məmmədov. Elvin möhtəşəm bir pas, Təmkin müdaxilə qəşəng idi sən. Möhtəşəm. Həqiqətən Təmkin Xəlizadə mi o? Təmkinlə Vüqarın adı Yox, Cavat, möhtəşəm pas. Gözəl pas. İsmail. İsmail. Möhtəşəm. Yəni bitirə bilərdi bəlkə də hər şeyi. Yəni bu Bəlkə də epizod taxlasaydı, vursaydı daha peçat olardı. bəli, yəni bu epizod əldən qaçmamalı idi, amma Elhad. Elhad Nəziridən möhtəşəm ötürmə. Təmkin Xəlizadə qapı boşluq və Saatda yoxdur. Təmkin Xəlizadə sən nə edirsən axı? Panenka komandası 3-2 öndədir. Mənə Bəli. mən yəni belə bir oyunçunu solaxay olaraq gördüyüm hal, yəni nə bilim valla Messini xatırladır mənə İlqar. Hər şey eləyir bu insan, amma artıq burada Təmkin Xəlizadə ya zədələnib, yoxsa necə? Yox, məncə qola sevinir. Çox yoruldu, ona başa düşmək olar. Deyir ki, o qolda olur, üstdən tullanır. Yəni insan hər şey elədi həqiqətən, hər şeyi. Yəni bu insan həqiqətən sadəcə möhtəşəmdir. Yəni başqa nə edə bilər Təmkin Xəlizadə? Təmkin Xəlizadə deyəndə mənim yadıma bilirsən nə gəlir İlqar? Gəlir. Xorvatiya millisinə vurdu. Oy. O insan hələ də sanki davam edir. Pas da möhtəşəm idi. Çox super bir pas idi. Təmkin Xəlizadə nə etmək lazımsa onu elədi. Hə. Artıq nə eksik. Həqiqətən havalı. Cavid oyuna David oyuna daxil oldu. Cavad oyundan çıxdı və Cavat da möhtəşəm oyunçudur, deyim. bəli.
Həqiqətən burada oyunçunun bir balaca zədəsi var yəqin ki. Və hətta Cavadla biz dırdır da oynamışıq. O möhtəşəm oyuncu. Vüqar Nadirov dayanmaq istəmir. Vüqar Sanki Nadirov. məğlubiyyəti həzm edir. Vüqar Nadirov barışmaq istəmir məğlubiyyətlə. Həqiqətən çox möhtəşəm bir fiqurdur. Burada necə ay ay ay. Təmkin Xəlizadə dayanmır. Zərbələr endirir qapıya. Düz qapının yanından keçdi. Qırmızı top oyuna daxil olur İlqar. Qırmızı top media ligada, yəni Səncə bu oyunun qayda qanun var ki, qırmızı top sonluğunu dəyişə bilər? 2 top sayılır. Mən səhv eləmirəmsə. Bəli, düzdür. 3 dəqiqədə vaxt ərzində əgər bu qol vurulsa 2 sayılacaq. Vüqar Nadirov toplandı. Vüqar Nadirov nə edəcək? Burada ona qarşı bir balaca faul alacaq. Bəli. Vüqar Nadirov, Hüseynov, Vüqar Nadirov top atacaqmı? Yo, Cavid Hüseynov yenə topu üzərinə götürdü. Cavid Hüseynov gözəl düşüncə idi, amma Elvin Məmmədov sanki Cavid nə edirsən Cavid? Vüqar Nadirov. Məncə sarı vərəqə verə bilər burada. Bəli. Çünki burada top İsmail, yəni çobudu girmiş. İsmail Abdullayev bəli topla Onun ikinci faul idi mən bilən, hətta üçüncü bəlkə də. oyuna 4 dəqiqə əlavə olundu və Nadirov, qapı qapısına. Nadirov yox, burada oyundan kənar vəziyyət var. Əllə toxunuş var idi. Məncə oyundan kənar vəziyyət var. Ola bilər. Elçin topu oyuna daxil edir. İlqar qırmızı topun bitməsinə 1 dəqiqə 40 saniyə qalıb görəsən oyunun gedişatını dəyişəcəkmi yoxdur? Möhtəşəmsən Cavid. Vüqar Nadirov nə edəcək? Vüqar Nadirov soluna çəkəcək, çox güman ki, soluna çəkdilər. Və çatışmadı. Vüqar Nadirov ağlında fikirləşdiyini eləyə bilmədi. Sanki qırmızı topun bitməsinə 10 saniyə qalır artıq. Necə olacaq? Panenka komandası artıq. Qələbəni bayram eləmək istəyir sanki. Tomiki görürük biz burada. Bəli, kimlər var burada? Nüqza. Topu çıxardın deyirlər. Çünki qırmızı top oyunda qaldığı vaxt ərzində belə vurulsa yenə 2 top sayılır. Yəni out çıxmalıdır, amma bunu eləmirlər. Bu davam elədiyi vaxt ərzində də bu 2 sayılacaq. Təmkin Xəlilzadə, Təmkin dayanmır. Yəni 90-cı dəqiqədir Təmkin. Cavid Hüseynov. Sən nə etmək istəyirsən? Vüqar Nadirov. Top çıxmadığını görə Vüqar Nadirovdan gözəl ötürmə. Offside-da. Elnur Fəridə deyir ki, sən götürmə offside-dasan. Elnurdan xeyr. Bu o ötürmə deyildi. Məncə də artıq hər şey bitdi. Məncə də artıq. Panenka komandasını Cəmil artıq sinirlənib hakimə ki, vaxt artıq yəni düzgün, bəli, düzgün deyir. Vaxt həqiqətən bitib. Yəni davam edir yenə pas. İskəndərov. Qapı boşdur. Fuad İskəndərov nə edəcək? Fuad İskəndərov. Topu atdı. Ay. Amma gözəl müdaxilə idi. Motivator komandasından bunu yadda saxlayaq. Həqiqətən və məncə sondur bu. Bəli, məncə də sondur. Hər şey artıq bitdi demək olar. Offside da var imiş. Bəli, oyundan kənar vəziyyət. Çünki Fuada ötürülən pas zərgər dəqiqliyi kimi şey eləyib. offside. Bəli. Həqiqətən Fuad orada bir an ki, gəlsin korpus vurum getsin. o da alınmadı. Amma yəni həqiqətən Panika komandasının kapitanı. Motivator komandası da oyunçusu arxadan o müdaxilə çox yaxşı idi həqiqətən. Topu son anda o müdaxiləni eləyə bildi. Məncə Fuad bildi ki, offside-dir, ona görə çox şey eləmədi. Məncə də ola bilər. Vüqar Nadirov hələ də topla oynayır, nəsə eləmək istəyir, amma yox. Artıq hər şey bitdi. Panika komandası Motivator komandasını 3-2 hesabı ilə məğlub edir. Amma birə-bir oyun getdi mənə görə. Birə-bir oyun getdi və bu oyunun həqiqətən ulduzu Təmkin Xəlilzadə. Man of the match Təmkin Xəlilzadə. Yamalınız varsa bizim təmkinimiz var. İnşallah qurban qurbanına deyil. O deyil, oyunu deyil, tapşırıqla yerinə yetin mütləq qələbə olacaq. İnşallah birinci oyun idi. Allahın köməyi ilə növbəti oyunlarda da qələbə olacaq. Əsas odur ki, iştirak edirik. Əsas məsələ Allah canı sağ olsun. Həqiqətən möhtəşəm bir oyun oldu. Ümid edirik ki, bizim şərhimizi də bəyənərsiniz. Bəyənməsəz belə zəhmət olmasa şərhlərdə bizi təhqir eləməyin, tənqid eləyə bilərsiniz. Tənqid eləyə bilərsiniz. Öz şərhimi özümdə bəyənmirəm. Bəli, biz də bəyənirik. Paslarımızı
Gələcək inşallah Allah köməyində daha yaxşı olacaq. Allah qoysun. Səsini açılar, daha yaxşı. Ha, səs. Bura kəsərsiz.